Yasamaldayıq, Dağlı məhəlləsində. Köhnə yasamalla indiki yasamal arasında fərq nədir? Yerlə göy qədər Çox dəyişdi, hə? dəyişib. Belə yerin xatır hörmət qalmayıb. Avtobusa minirsən, bir dənə telefon, başını qaldırmır ki, yuxarıda dayanan yaşlı adamdır, xəstədir. Narkoman çoxalıb, baş alıb gedir narkoman. Viziri açırsan çılpaqları. Mən nə qədər bu çılpaqlara baxacağam. Yasamalda kimin cürəti var idi ki, maşına qız mindirsin, qızı harasa aparsın və yaxud da ki, hansı qızsa maşından düşsün, oyuncu aparsın, düz deyirəm? Sağ ol, düz deyirsiniz. Bura Dağlı məhəlləsidir, burada dalandır, düzdür? Neçənci dalandır? Dalan. Bura 4-cü yasamaldır. Uşaqlıqdan burada böyümüsünüz? Bəli. Yasamalda nə var, nə yox, nələr dəyişib? Valla mən qonağam burada. Qonaq gəlmişsiniz, burada yaşamırsınız. Tamaşaçılar bilsin ki, biz Yasamal Dağlılar azı Yasamalda yaşayıb. Bir də Dağlı məhəlləsində, Papanində, burada, Kubinkada, dünyanın hər yerində. Birini mən açsam olar, icazə var. Reyzan xod eləsin. Yo, durmayın, buradan eləyəcəm. Onda mənim xodumdur, hələ. Necə? Hələ mənim xodumdur, sana. Yadımdan çıxmıyor mənim bu. Biri ikisi. İkisi gəldi. Bu yenisi var. Yadımdan çıxıb, əvvəllər oynaya bilirdi. Dayı, sənin yerimə zər atıram, görüm nə olur. Mən bura atacam da. Pis oldu. Yaxşıdır. Yaxşıdır, bəyənmədin hə dayı. İşləri pozdun. Bax, qəşə oldu. Bir dənə kasinkamı getirə bilmədi qız. Onu vermir, böyük kasinkamı getir. Görürsünüz necə indiyə qədər qalıb o mədəniyyət ki, başı açıq. Yadına düşdü ki, başı açıqdır, dedi kaysinkamı gətir. Ata ana verirdi, qızın haqqı yox idi desin ki, mən getmirəm. Heç oğlanı görməmişsən ha, verir səni. O vaxt belə idi. Çox şey dəyişib. Amma ömürlük yaşayırdılar da. İndi bir çamadanla gəlin gedirlər. Səhəri 6 ay olmamış qeydib gəlirlər. Çamadanla gəlin gedirlər. Xatır hörmət yoxdur. Qaynanaya hörmət qoymurlar. Canım mənim. Başı açıq qaynananın yanında başı açıq oturmazdıq. Qaynatanın yanında başı açıq oturmazdıq. Ölsərdik yaylıqları başımıza ki, yoldaşımız da heç üzümüzü görməsin ki, biz qaş gözümüzü almışıq. Şimdi qızlar alır qaş gözünü, ay balam, indi qızların üzük əlində bilmək olmur ki, nişanlıdırlar, yoxsa ki, subaydılar. Qaşlarını alıblar, indiki qızlar bilmək olmur ki, gəlindirlər, yoxsa qızdırlar. Ona görə... Mən də ona razıyam ha. Mən də razıyam o məsələ ilə. Çaşkasını içmək istəyən qıraqdan, qonşular da. Süzürük. Deməli, bir dənə samovar qaynadırsınız, məhlə. 2 dənə, 3 dənə olur məhəldən. Bəh, qəşəng dəmləmsən ha. Sən dəmləmsən, xanımlar dəmləyir. Doğrudan, ay nə gözəl. Baxın, xızı kəkli otusu ilə çay dəmləyiblər, özü də samovar çayı. Çayı nə ilə içməyə xoşdursan? Qəndə. Ayda mən də qəndən xoşduram. Qəmli könül, qəm çəkmə, fikir eyləmə. Azərbaycan ölkəmizdir bizimdir. Ehtiyacı yoxdur onun kimsəyə. Azərbaycan ölkəmizdir bizimdir. Nasıldır? Əla, super. Alqışlayın uşaqlar. 37 ildir Yasamalda qaldım. Nə dəyişib Yasamalda uşaqlığından? Yasamalda hələ necə deyirlər, köyünə hamam, köyünə tas. Sağ olsun qonşularımız, hamısı mehribandılar. Bir-birlərinə can deyib, can eşidirlər. Yasamal Yasamaldır. Xızı kəkli otusu, çay nədir? Nə çaydır? Adı çəkmə reklam olmaz sonra. Reklam olar demə. Çay reklam çay. Hə, vallahi çox super çaydır. Əllərinizə sağlıq, çox sağ olun. Yasamalda nə dəyişsə də, bax bu birlik Yasamalda dəyişməyib. Bir-birlərinə arxa dayaqdılar onlar. Bir necə mehribandılar. Bəzi məsələlər dəyişə bilər, amma bu dəyişməyib. Səhərin üstə işlər oradan. Bir dənə samovar qaynadım.
qonaqlarımız var. Ehtiyac yoxdur valla orada içmişik arxada. Çox sağ Bulaq olun. suyu da getirmişik Xızıdan. Ya çay veriyoruz. Ha. Su da gətirib burada qaynadırsınız. Bulaq suyu, çekilotumuz var. Bu məhəlləyə məsələn başqa adamlar girmir. Başqa adam girə bilməz. Yəni ki, qıraq adam gəlsin burada özü üçün nə cür istəyir hərəkət eləmək o mümkün olan şeydir. Qızla gəlir oğlan. Ha. Keçir də. Bir dənə kişi qalxızıb başın baxmır. İndi də. İndi də. Ancaq indi kimsə qıraq adam gəlib giysin qol-qola, pişdirib çalışalım keçsin. Onun qarşısını keçərlər qabağın ki, yüzüyü yığışdır, düz get. Yəni nə dəyişsə də bəzi məsələləri qoruyub saxlamısınız. Bəzilərini saxlamışıq. İndi mən sizə əl versəm nə olar? Ayıb olur. Niyə ayıb olur ki? Bu da Bəs sağ ol. görüşməkdir. Çox sağ